evi plana düşənlərin nəzərinə kompensasiyaların hesablanması ilə bağlı yeni təkliflər var. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası İctimai Birliyi köhnə tikililərin sökülməsi zamanı üzə çıxan hüquqi və texniki problemlərin sistemli şəkildə aradan qaldırılması məqsədi ilə təkliflər paketi hazırlayıb. Report xəbər verir ki, bunu Assosiasiyanın sədri Ramiz İsayev bildirib. Qeyd edilib ki, bu sahədə əsas problemlərdən biri təzminatla bağlıdır. Söküntüyə məruz qalan mülkiyyət sahiblərinə ödəniləcək kompensasiya məbləği ilə bağlı vahid tarif və qaydalar yoxdur. İkinci məsələ, həmin şəxslərə yeni tikilidən veriləcək əvəz sahəsinin ölçüsü ilə bağlı normativ sənədin olmamasıdır. Üçüncü problem isə kompensasiya və yaxud əvəzləşməyə daxil ediləcək sahələrin hansı kriteriyalara əsasən hesablanacağı ilə bağlı normativ tənzimlənmənin mövcud olmamasıdır. Bu problemlərin aradan qaldırılması üçün Assosiasiyanın təklifləri mövcud iqtisadi və hüquqi reallıqlara əsaslanır. Kompensasiyanın məbləği iqtisadi inkişafla bağlı məsələ olduğundan bu rəqəm Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunmalıdır. Məbləğ iqtisadi artım, inflyasiya və digər maliyyə göstəricilərinə uyğun olaraq çevik şəkildə dəyişdirilə bilməlidir. Mülkiyyətçilərin əmlakları əvəzinə veriləcək sahənin ölçüsü isə Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə tənzimlənməlidir. O əlavə edib ki, təklif edilən hüquqi mexanizm həm mülkiyyətçilərin əsassız tələblərinin, həm də tikinti şirkətlərinin verdiyi özbaşınalıqların qarşısını almağa xidmət edəcək. Bəzi hallarda mülkiyyətçilər qanunsuz və yüngül konstruksiya ilə inşa olunmuş, fərdi yaşayış evinə aid olmayan tikililərin də ölçülməsini, kompensasiya olunmasını tələb edirlər. Bu isə söküntü və köçürülmə prosesində narazılıqlara səbəb olur. Belə halların qarşısının alınması üçün Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq tənzimləyici norma əlavə edilməlidir deyə Assosiasiya rəsmisi vurğulayıb.